Yeni tədris ilindən təhsil və tərbiyə ocaqlarında qida məhsullarının yeni dövlət standartları tətbiq olunacaq. Bu barədə bugün Yevlaxda keçirilən regional müşavirədə məlumat verilib. Yeməklərin və kulinariya məmulatlarının hazırlanmasına olan tələblərə uyğun şəkildə məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanmasında yeni dövlət standartları tətbiq olunacaq. Bununla əlaqədar olaraq Yevlaxda keçirilən regional müşavirədə bildirilib ki, hazırlanan yeməklər və kulinariya məmulatları qüvvədə olan standartların və texniki şərtlərin tələblərinə uyğun olaraq ictimai yaşayış təşkilatları üçün standart norma və qaydalarına riayət etməklə müəyyənləşdirilmiş qaydada təsdiq olunan texnoloji təlimat və reseptlər üzrə hazırlanmalıdır. Yeni tətbiq olunmuş standartlarda həmçinin məktəbəqədər təhsil müəssisələrində gündəlik qida rasionunun ümumi kalorilik dərəcəsinin bölüşdürülməsi də öz əksini tapır. Məktəbəqədər təhsil müəssisələrində uşaqların QOST-a uyğun, standarta uyğun Azərbaycanda qəbul olunmuş dövlət standartına uyğun qidalanmasından söhbət gedir. Azərbaycanda mənşəyi məlum olan keyfiyyətli məhsullardan söhbət gedir. Hansı formada qidalanmalıdır söhbət ondan gedir. Çıxış edənlər bəzi məktəblərdə yeməkxanaların olmadığını diqqətə çatdırıblar. Bildirək ki, yeni tətbiq olunan dövlət standartı gənc nəslin sağlam böyüməsi üçün nəzərdə tutulur. Yeni standart Səhiyyə və Təhsil Nazirlikləri, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi ilə tam razılaşdırılıb. Standartın sentyabrın 2-dən qüvvəyə minəcəyi bildirilir. Elnar İbrahimova, Xəyam Rəsulov, LTV Yevlax.